yaman söylüyorsun ha. Çox. Mehriban Əliyevadan öyrənmişəm. Nəcməddin Sadıqov necə hərbiçilərimiz yığırdı, deyirdi, hamımızdan anasını sikin. Mən də elə öyrənmişəm də. 18 yaşına kimi uşaqlar uşaq pulu verdilər. 18 yaşına kimi uşaq pulu verdilər. Deyən, sual verirəm də, deyən, verdilər. Niyə vermədi ki? Sənə uşaq pulu verməli deyil. Hatta, Sənə uşaq pulu verməli deyil. yox. Niyə? Devlet, niyə? Aha. Sən öz əziyyətinlə qazanmış uşağını saxlamalısan. Vətənsin. Vətən mənim üçün neynəməlidir? Bəs niyə bütün dünyada uşaq pulu verilir? Məsələn, uşağın pulu verməsə də başqa bir iş görür. Nə iş gördü məsəl üçün? Danışırsan ki, nə iş gördü, amma çox iş görür. Nə iş gördü? Də birin dirəci bu iş gördü. Nə işləyirsən Azərbaycanda? Özün usta, ev ustası. Ay bədbəx. Ay yetim. Ay tumanı çırıq. Sən Azərbaycanda bu cürdə nefti qazı olan ölkədə fəhlə işləyirsən? Gözəli sən pulun olursan ki, özü ev al. Ay mənim pulum pox kimi. Dağıdıram gündə oyza boyza. Görüm, yaman söylüyorsun sən ha. Çox. Mehriban Əliyevadan öyrənmişəm. Nəcməddin Sadıqov necə hərbiçilərimiz yığırdı, deyirdi, hamımızdan anasını sikin. Mən də elə öyrənmişəm də. Ha, sən niyə bu qədər belə narazısan? Sən razısan? Mən Hə. kasıb da olsam əlim. Kasıbsan sən? Mən hər kasıbım. Neçə uşağın var? 2 dənə. Neçə yaşları var? Var da arısı 20, 19. Sənin özün neçə yaşın var? Mən 47. Ay önə. Uşağı əskəriyə göndərmişsən? Gedib də, gəlib də, necə lazım. 18 yaşına kimi uşaqlar uşaq pulu verdilər. 18 yaşına kimi uşaq pulu verdilər. Deyən, sual verirəm də, deyən, verdilər. Niyə vermədi ki? Sənə uşaq pulu verməli deyil. Yox, niyə vermədi də? Sənə uşaq pulu verməli deyil. Yox, Niyə? devlet, niyə? Aha. Sən öz əziyyətinlə qazanmış uşağını saxlamalısan. Vətənsin. Vətən mənim üçün neynəməlidir? Bəs niyə bütün dünyada uşaq pulu verilir? Yox, öyle bir şey var da. Məsələn, uşağın pulu verməsə də başqa bir iş görür. Nə iş gördü məsəl üçün? Yox, indi sən belə danışırsan ki, nə iş gördü, amma çox iş görür. Nə iş gördü? Də birin dirəci bu iş gördü. Sən bir söz deyim. Hə. Vaxt olur, vaxt olur. Sovet hökumətində yaşayanda, Sovet hökumətində yaşayanda. Bundan da acınacaq ağlayır, bundan da çox pis şəraitdə yaşayırdı. Niyə pis şəraitdə yaşamısan ki, bəyən Sovet dövründə? Ayrı. Sənin indi bəxtin bədbəxt olub da, indi biz neyə ona? Mən Sovet dövründə də elə mən... Tövbə getmir, onda hamı bir yaşayırdı. Hamı işləyirdi. Sən o vaxtda, məsələn, əskəridən gəlsəydin, sən patolog 10 gün sənə vaxt verdi ki, sən əskəriyə, məsələn, Və işlə təmin edir də həmən insanları, düzdürmü? işlə təmin edir. Bəs İlham Əliyev niyə indi işlə təmin eləmir həmən insanları? Bir şey var ki, bir şey var. Əbə ben anasını sikdiyim İlham Əliyevə niyə demirsən? Sikim sənin balası qız Əminəvi. Və niyə mənə iş vermirsən ha İlham Əliyev? Bir dəqiqə, sən niyə qatı qarışdın? Bəs qəhbəyən balası İlham Əliyev niyə iş vermir cəmaata? İş vermir, niyə işləyir, zavodlar işləyir, İki sözü deyirsən. Ay kasıb, ömrü boyu belə dinənçi kimi qalacaqsan Onun bunun əlinə möhtac qalacaqsan and ol Allaha deyirəm. Harada işləyirsən sən ay kasıb? Gör sən nə deyirəm. Yetim harada işləyirsən? İstəmişik də düzdür. Yetim harada işləyirsən yetim? Hə? Harada işləyirsən? Mən özüm axıram. 300 manat? Yox. Nə qədər? Yox, mən qaşı Azərbaycanda deyiləm. Haradasan? Mən Rusiyada. Bəs Rusiyada nə gəlsən? Sən Azərbaycanda niyə yaşamırsan? Azərbaycanda niyə yaşamıram? Hə. Hoş gəlmişəm buraya gəzməyə, həm də işləməyə, həm də ki, mən tək burada işləməmişəm. Mən çox yerdə işləmişəm. Türkiyədə işləmişəm, Rumuniyada işləmişəm. Sən şirin səni. 47 yaşlı şirin qoca 72. Görə deyirəm, mən sənə kimi adamları axtarım. Bax, qulaq as mənə, bax. Yox, gəl söz deyim, mən azadlığı seçmişəmsə, mən azad gəzməliyəm də, işləməliyəm də. Niyə bəs Azərbaycanda işləmirsən ki sən?
Ya Azərbaycanda da işləyirəm, niyə işləmirəm? Nə işləyirsən Azərbaycanda? Özüm usta, ev ustası. Ay bədbəx. Ay yetim. Ay tumanı çırıq. Sən Azərbaycanda bu cürdə nefti qazı olan ölkədə fəhlə işləyirsən? Qardaş, o da nefti qazı verir, nə asfaltına, verir, nəsə tikir, nəsə düzəldir. Nə şirinsən sən? Nə şirinsən sən? Hə, minəcəm səni. Of, ilan, minmə mən, ilan, minmə. Qulaq as mənə. Gəl mən sənə bir söz deyim, ay yetim. Mən onu nə istəyirsənsə, qoşusunda vursa da. Ay, qulaq as mənə. Şirinsən sən, şirinsən. Mənə bax qulaq as. Övladların Azərbaycandadır. Yanımdadır. Ay vətən xaini. Rusa sığınmısan? Yox, hə? Girmisən Putinə? Yox, bu təcrübəylə də mənim işim buradadır. Yəni, işsin. Neçə vaxt işə girmisən? Cümə olursa bir il olar şu işdə. Bəs Azərbaycan, mənə qulaq as. Kim apardı səni? Qardaşın apardı yanına? Mən çəli-çəli gəlib çıxmışam. Harada qalırsan bəs? Necə alı qalım, evdə. Kimin evində? Kirayə tutulur. Ay insan. Hə. Bu cürdə nefti qalan bir ölkədə gedib Avropada, Rusiyada kiraya qalırsan. Ay yetim. Ay, gör nə deyirəm də, sən niyə qatı qarışdırırsan? Sən indi Rusiyada, sən indi orada yaşayırsan. Və sənsin də. Hə. Sən indi gör sənin öz evində. Sənin nə öz evimdir? Yəni sən pulun olur, sən geyib özü ev al. Ay, mənim pulum pox kimi. Dağıdıram gündə o yüzə bu yüzə.